Dostlar, hamıya salam. Sizinlə Nanul SMR-dir. Mən çox səbirsizlənirəm. Çiyələk, ən sevdiyim. Keçən dəfə çiyələyi elə belə yemişdim. Yeməklə mənə dedilər, başa düşmədik. Çiyələyi niyə belə yeyirsən? Ayrıca çiyələk çək. Şokoladla falan sevirik. Mən də kiməm ki? Sizə yox deyim. Dünənləri mənə nə qədər adam yazdım. Video hanı? Biz uzun videonu gözləyirdik. Niyə belə elədin? Hanı uzun video? Heç bir problem yoxdur, edərik. Şokoladla çox dadlıdır. Özdəki burada şəkərsiz şokoladdır və adi молочный milkanı qatmışam. Şəkərsiz və milka. Çox məntiq aşıb daşır bizdə. Amma neyniyək? Bugünkü mövzu nə danışmaq istəyirdim? Öz komplekslərim haqqında danışmaq istəyirdim. Hansı komplekslərim var idi? Necə o komplekslərdən canım qurtardı? Nətər oldum? Ümumiyyətlə, mən uşaqlıqda çox utancaq idim. Və burada pasxadır, dadına baxarıq. Yer qalsa bədəndə. Ümumiyyətlə, uşaqlıqdan çox belə utancaq idim. Həmişə üzüm qızarırdı. Dərsləri danışanda həmişə. Konkret qıpqırmızı olurdum da. Təsəvvürləyim. Ümumiyyətlə, bu üz qızarmaları bilmirəm niyə idi, həqiqətən. Sizdə belə bir şey olub? Amma ancaq dərs danışanda elə idi. Adi halda da nədəsə utanırdım. Amma qızarmırdım. O vaxtda da kök idim. Danışmışdım da 80 kiloya yaxın. Və çəkini atandan sonra təsəvvür edin. Üz qızarmaları tam getdi. Utancağım qaçdı. Arıqlayandan sonra da yeni komplekslərim əmələ gəldi. Nə? Ayaq. Yəni vud nahiyyə. Çiyələk nə dadlıdır. Çox gözəldir çiyələk. İndiki ən sevdiyim yekə-yekə, kiçik-kiçik çiyələk sevmirəm. Möhtəşəm. Ayaq nahiyyə, bud nahiyyə. Məndə bədən quruluşu elədi ki, üst hissəm çox nazik idi. Əllərim nazik idi belə. Burada naziyəm. Beldə mən heç vaxt qarından kökəlmirəm. Hər şey aşağı gedir. Və arıqlamağa başlayanda, yəni çox arıqlayanda, əlbəttə ki, bura konkret arıqlayır, aşağı arıqlamırdı. Baxmayaraq ki, saatlarla zaldan çıxmırdım. Düzgün qidalanırdım. Proteinlər içirdim, nələr eləmirdim. Qaçırdım. Bəlkə bir neçə santı gedirdi, amma üst yenə də altdan arıq idi. Hələ də belədir. Bu bədən quruluşumdur. Mən ancaq nəyə əməliyyat eləyə bilərəm. Başqa heç bir şey. Hətta trenerlə zala da getmişəm. O deyir ki, sənin quruluşun budur. Öldür özünü, çırp özünü, heç bir şey. Olurdu ayaqlarım qupquru, amma ki bəbəyə deyim, onunla mən heç nə eləyə bilmirəm. O elədə qalıb. Amma məndə kompleks deyil artıq. Yəqin ki, bu 16, 17, 18 yaşında təzə arıqlayanda belə kompleks var idi. Çünki qızlar hamısı belə. Mən bir dənə belə.
Ona görə. Amma indi bu elə bir gözəllik sayılır. Amma ki, hərdən elə bir dar cins məsəl üçün indiyə qədər geyinmirəm. Donlar geyinirəm, amma cins yox. Yəni xəstəliyin bir şeyi. Ay, çüyələ möhtəşəm ya. Cəllabad çiyələydi. Çox dadlıdır. Ətri də elədim. Elə bil yay gəlir ora. Gəlir, gəl. İstiyə dözümüm heç yoxdur. 1 qram belə. Mən evdə kondisioner bizi 24 saat yanır, heç sönmür də, biləsiz. Yay gələn kimi də bizdə işıq bloqa da yazır ki. İndi yazdığının 5 qatı. Dəhşət. Mama yayı sevmir. Və indiki kompleks yox, konkret yaratmağa çalışırlar. Bu da şeydə, nədir onun adı, sosial şəbəkələrdə. Yəni burada düz 1 kilodur. Görün, ay Allah. Burun. Deyirlər ki, burnun çox böyükdür. Mənə həmişə ömrü boyu balaca burun deyiblər. Ömrü boyu. Yəni balaca deyəndə normal burundur. Mən yəni ümumiyyətlə burnuma heç nə deməyiblər. Bilmirəm. Yəni qəşəng gözəl burun. Amma sosial şəbəkələrdə deyir ki, bu belə qalxmalıdır, nə etməlidir, belə olmalıdır. Onu da TikTok'un canlılarında mənə deyirdilər. Artıq canlıya girmirəm. Ki, elə bir burnum belə olmalıdır. Biraz yuxarı olmalıdır. Məndə belədir. Əyrilik də yoxdur da. Burnumda əyrilik yoxdur. Yəni problem əyrilikdə, nə bilim, nədə deyil. Bilmirəm, konkret elə bir düşündürməyə başlayır. Yalan deməyəcəm. Çünki adam fikirləşir. Qıraqdan daha yaxşı görünür axı. Bəlkə mən görmürəm. Hələ tezə canlıya girəndə mənə çöp gözü də deyirdilər. Mən ümumiyyətlə bilirəm ki, yəni belə bir problem onsuz əməliyyatla həll olunur. Mən də hər 1 ildən bir gedirəm. Gözlərimi həmişə yoxlayıram. Və gedəndə həkimin yanına çəp gözlüyüm. Dedim, ay həkim, mən çəp gözəm. Həkim mənə dedi ki, onu sənə deyən xəstələ. Allah haqqıba belə şeylər eləyirlər sosial şəbəkələr. Hələ bəzilər deyir, dodaq elə, nə biləm, əllərin əyridir deyir. Adamda o qədər kompleks yaranır. Çalışan fikir verməyim, maksimal. Uşaqlar, sizdə hansı komplekslər var? Mənə yazın da. Və sizdə alınıb komplekslərin qarşısını almağa, yoxsa hələ də o kompleksdəsiz? Gəlin bir dənə kuliçin dadına baxaq. Yoxsa belə tişləyim. Gəlin belə tişləyim də. Gəlin belə tişləyim, dadına baxım. Sonra deyəcəklər ki, dadına baxmadın, nə qoymuşdun? Belə ya. Yuyuyor. Çələyim. Like eləməyi də unutmayın uşaqlar. İnciyəcəm valla. İstəyirəm ki, daha çoxalaq, daha maraqlı olsun. Əzizlərim, sizlə Nanula SMR idi. Çox sağ olun ki, məndən idiniz. Aşağıda yazın. Mənə çox maraqlıdır. Var sizdə komplekslər ya yox.
Köhnə videolarım burdadır, baxa bilərsiniz. Burada loqom olacaq, ona baxıb takib ata bilərsiniz. Sabaha dək əzizlərim.